Salamlar, vaxtınız xeyir olsun. Bugün keçirilən ikinci cəhd blok imtahanının suallarına gəlin bir yerdə baxaq kimyadan. Deməli 31-ci sual nə deyir? Sulfat turşusu qatı halda XYZ və hər ikisinin reaksiyasında SO2 alınmalıdır. Deməli dəmirlə qatı sulfat turşusu bəli, ferrum 2SO4, SO2 və su. Kükürtlə qatı sulfat alınır SO2 və su və mislə qatı sulfat alınır SO2, mis2 sulfat və su. Demək doğrudur. X dəmir, kükürt, Y və Z də mis B variantı. Deməli qarışqa aldehidi, gümüş peroksid amoniakda məhlulu mümkün dərəcədə alına bilər. Deməli alınan məhsullar qarışqa turşusu, sərbəst gümüş. Deməli bir də baxırıq, deməli qarışqa aldehidi hidrogen alınır. Deməli bir atomlu birli spirt, yəni metanol CH3OH. X və Y maddəsi bəli, qarışqa turşusu və metanol B variantı. 33-də deməli adi pəncərə şüşəsinin tərkibi natrium oksid, kalsium oksid və 6 mol silisium dioksid. X maddəsi natrium oksid natriumdur, yəni Y maddəsi də kalsiumdur. Deməli burada Y yenə kalsium oksid, Z silisium dioksid. Deməli T burada əlbəttə ki kalium oksid ola bilər. Kalium oksid, kalsium oksid, silisium dioksid, yəni olacaq bu çətin əriyən şüşə, çətin əriyən şüşə. Billur şüşə tərkibi də bəli, kalium oksid, qurğuşun 2 oksidlə 6 mol silisium dioksid. Z nədir deməli baxırıq. Z maddəsi, Z elementi silisium. Silisium dioksidin su ilə qarışığı lakmusu qızardır, yanlışdır. Silisium su ilə reaksiyaya girmir, silisium dioksid istisnadır. A kvars şüşədir. Xeyr, bu olacaq çətin əriyən şüşədir. Deməli ZO2 fosforun alınması üçün istifadə olunur. Z nə idi burada? Silisium dioksid, bəli. Silisium dioksid kalsium ortofosfatla reaksiya alınır, kalsium metilsilikat və PKO5. PKO5-i də karbonla alınırdı, fosfor və dəm qazı. X2 onun su ilə qarışığı lakmusu göyərdir. Bəli, X natrium oksid əsas xassəli metaldır, əsas oksiddir, su ilə alınır əsas. YO kalsium oksid amfoterdir, yanlışdır, kalsium əsası xassəlidir. T elementi kaliumdur, doğrudur. 3, 4, 5. Daha doğrusu 3, 4, 6. 3, 4, 6. A variantı. B yanlışdır. Baxırıq növbəti. Deməli 33, 34. Kükürtlə nitrat turşusu qatı halda NO2, XY, deməli mümkün dərəcədə alına bilər. Deməli NO2 ilə alınırdı su, bir də H2SO4. Qatı halda nitrat turşusu. X və Y, biri su, biri sulfat turşusu. Deyir ki, hidrogenin kütlə payı omega 2 böyükdür omega 1-dən. Deməli, omega 2 Y-dir. Onda 100% Y-imiz sudur ki, suyun tərkibində hidrogen kütlə payı daha çoxdur. Nəinki sulfat turşusunda hidrogenin kütlə payı əlbəttə ki az olacaq. Çünki molyar kütlə böyükdür. H2SO4 98, su isə 18. Hansı reaksiya getməz? Deməli, X ilə mis2 oksid gedir, mis2 sulfatla su. X-imiz sulfat turşusudur. Y su ilə mis2 oksid getmir, yanlışdır. X sulfat turşusu deməli qızılla getmir, yanlışdır. Y su mislə getmir, yanlışdır. 2, 3, 4 B variantı. X deməli sulfat turşusu kalium karbonatla gedir. Qüvvət turşu zəif turşunun duzuna çıxardır. Deməli, sirkə turşusu ilə spirtin əmələ gətirdiyi mürəkkəb efirin adını müəyyənləşdirin. Deməli, gəlin yazaq. Sirkə ilə sirkə turşusu alınır. Sirkə turşusu ilə spirt alınır. CH3, COO, CH3. Metil asetat. Bəli, doğrudur. A qram H2X turşusunu tam neytrallaşdırmaq üçün 400 qram 20%-li natrium OH sərf olunubdur. Deməli, 400 qram 20%-li natrium OH nə qədər edir? Gəlin hesablayaq. 400-ün deməli 5də biri 80 qram, o da eləyir 40-a böləndə 2 mol natrium OH. Deməli bunun
A qram H2-i neytrallaşdırmağa sərf olubdur 2 mol natrium OH. Deməli, 2 mol natrium OH sərf olubsa, onda bu maddəmiz də deməli tam olaraqdan özü reaksiya daxil olubdur. Çünki baxın H2 X üstəgələk 2 mol natrium OH, deməli tam neytrallaşma gedir burada. Çünki 2 hidrogen var və 2 OH var. Yəni bunun 1 molunda 2 hidrogeni 2 OH əvəz etməlidir və əvəzinə 2 natrium keçir. Alınır natrium 2X üstəgələk su. Deməli, A qram H2X turşusunu tam neytrallaşdırmaq üçün 2 mol natrium OH sərf olubdur. 400 qram 20% 80 qram, o da eləyir 2 mol natrium OH. Yəni bunun 1 mol miqdarıdır ki, buradakı miqdar. Buna 2 mol natrium OH sərf olub. Elə 1 mola 2 mol sərf olursa, elə bunun normal öz kütləsi, molyar kütləsi verilən kütlədir, yəni A qramdır. A qramı deməli bunun molyar kütləsidir. Doğrudur. Hansı duzun suda məhsulunda mühit qələvidir? Əlbəttə ki, bu qaydamız nə idi? Metal qüvvətli, turşu zəif olmalıdır ki, hidroliz edən zaman mühit qələvi olsun. Metalı qüvvətli, turşu qalığı zəif olan deməli natrium karbonatdır. Gördüyünüz kimi natrium qüvvətli, karbonat zəif. D variantı. 400 qram kalsium karbonatın tam parçalanmasına alınan qaz 400 qram 40%-dir. Natrium OH ilə tam reaksiya daxil olur. Birinci gəlin hesablayaq. 400 qramın 40%-i bölək 100, deməli 160. 160 qram natrium OH-ı da 40-a böləndə 4 mol natrium OH. 4 mol natrium OH-la tam reaksiya girən maddə kalsium karbonatın parçalanmasından əmələ gələn maddədir. Və deyir ki, tam reaksiya daxil olur. Hansı duzdan neçə mol alınır, neçə qram alınır? Deməli, kalsium karbonat parçalanır kalsium oksidlə karbon qazına. Bunun 100 qramından 1 mol alınırsa, 400 qramından 4 mol alınır. 4 mol karbon qazı ilə 4 mol natrium OH reaksiya daxil olan zaman, yəni 1-in 1-ə, 1 mol karbon qazı ilə 1 mol natrium OH alınır natrium hidrokarbonat, yəni turş duz. 1 mola 1 mol. 4 mola 4 molda alınacaq 4 mol. 4 mol turş duzun kütləsi 4 vuraq 84 qram natrium hidrokarbonat. O da eləyir, deməli 336. Alınır 336 qram natrium hidrokarbonat. Bəli, A variantı şagirdim doğru yazıbdır. Baxırıq sonra. C4H10 cracking. C2H6 çıxıbsa, deməli C2H4 qalıbdır. C2H4-ü xlorla reaksiya aparanda alınır C2H4 xlor 2 dixlor 1,2 dixloretan. Deməli dixloretana da kalium OH-ın suda məhlulu, spirtdə məhlulu. Bəli, 2 xlorla 2 hidrogen qopur, alınır C2H2 asetilen. Z maddəsi asetilendir. Deməli, magnezium hidroortofosfat duzun tipi isə olacaq turş duz. Çünki H3PO4-dür. H3PO4-də 2 hidrogen qopubdur, bir magnezium gəlibdir. Magnezium hidroortofosfat turş duz. B variantı doğrudur. Deməli, proton, neytron, elektron sayı veribdir atom və iyonların. Nə doğrudur? Proton sayı elektron sayına bərabərdir. Neytron sayısı gəlin açıq yazaq. X, deməli 17 proton, 18 neytron, 17 elektron, 35 atom kütlə. Y-də də 20, 18, 20 proton, 18 elektron, 2 müsbət iyon yükü katyon və 20 neytrondur, 40 atom kütlə. Z-imizdə də 17, 18 elektron vahidi bir vahidi artıqdır elektron sayısı 1 mənfi 17, 20, 37 T isə 19 deməli 20 bu da 19 0 39 aha X və T neytral olmalıdır. Gəlin baxaq. X ilə T neytral doğrudur. T'nin kütləsi 39-dur, bəli. Y və Z izotopdur. Y deməli və Z deyir izotopdur. Xeyr. Y və Z-də proton sayı müxtəlifdir. Y-də 20, Z-də 17. Y katyon, Z anyondur. Y deməli katyon, bəli. Z anyondur, bəli. Deməli 1, 2, 4. X və Z-in elektron sayıdır. Baxaq. X və
Z-in elektron sayısı fərqlidir, axı 17, 18-dir, müxtəlifdir. 1, 2, 4 A variantı. Hansı halda hər iki birləşmə reaksiyası mümkündür? Yodla kükürt dedik getmir reaksiya, yanlışdır. Kükürtlə flor S-fluor-6 alınır, ancaq bu getmir. Natrium oksidlə su gedir, ancaq silisium hidrogenlə birbaşa getmir. Natrium oksidlə su, natrium OH, S-fluorla S-fluor-6 doğrudur. Fosforla hidrogen, bəli, getmir birbaşa, bu da getmir. Dəm qazı ilə metanol alınır, deməli, sirkət turşusu COOH, kükürtlə yod getmir. Cavab olur C variantı. Hansı duzun termiki parçalanmasından həm əsası, həm də turşu oksid alınır? Deməli, bəli, miski nitratı parçaladıqda alınır miski oksid, NO2 və oksigen, əsası və turşu oksidi doğrudur, D variantı. Yenə həyəcanlanmaya aid olan xlorun həyəcanlanmış halına uyğun elektron formulu 3s1, 3p3, 3d3. Deməli 7 elektron təkdir. Göstərdiyi oksidləşmə müsbət 7-dir. 3s2, 3p4, 3d1. Deməli p4-də deməli 2 elektron təkdir p4-də. D-də də 1, 3 elektron, o da müsbət 3 olacaqdır. 3s2, 3p3, 3d2, 5 elektron təkdir. 3, 2, 5, o da müsbət 5. 7, 3, 5. 7, 3, 5 A variantı doğrudur. Qabda baş verən reaksiyadan ayrılan X qazının oksigen və su ilə tam reaksiyasından 12,6 qram nitrat turşusu alınmışdır. X maddəsinin ümumiyyətini və onun mol miqdarını hesablayın. Deməli, gümüşlə qatı nitrat turşusundan alınan X qazını oksigen və su ilə reaksiya aparan zaman, bəli, HNO3 alınıbdır. Deməli, gümüşlə nitrat turşusu qatı halda alınır. Gümüş 1 nitrat, üstəgələk NO2 və su. NO2 qaz alınır. X maddəsi NO2-dir. NO2-ni, deməli, NO2 üstəgələk su, üstəgələk oksigen 4 mol, deməli, 2 mol, da 1 mol alınır, 4 mol HNO3. 4, 2, 1, 8, 10, 12, bəli. Deməli, bunun normalda 4 mol nitrat turşusu alınır, 4 vuraq 63, indi isə 12,6. 4 vuraq 63, deməli, 252, 252-dən düşüb 12,6-ya 20 dəfə azalıbdır. 4 molu 20-yə böləndə 4 bölünsün 20, 10-da 2, 0,2. 0,2 mol NO2, C variantı. Doğrudur. Eyni mol sayda götürülmüş metanla, yəni eyni mol, bax, bəri başdan yazırıq, XX. Tam yanmasından 440 qram karbon qazı, yəni 440 qramı bölür 44-də eləyir 11 mol. 11 mol karbon qazı alınıbdır. Kütlələri cəmini hesablayın. Deməli, metan qazının 1 molunda 1 karbon var. 1 mol yananda 1 mol karbon qazı alınır. X mol yananda X mol karbon qazı. CH4-ün isə tərkibində 3 karbon var. Yanında 3 mol karbon qazı alınır. 1 mola 3 mol, X mola 3X. 3X ilə X-in cəmi eləyir, deməli, 11 mol. Deməli, molları cəmi elədir də, elə bir 1 mol metan qazı alınır. Daha doğrusu 10 mol. 10 mol karbon qazı. X ilə 3X, 4X-in cəmi eləyir 10 mol karbon qazı əmələ gəlibdir. 4X bərabərdir 10, X də bərabərdir 2,5. Deməli, bu 2,5 budur, 2,5 də budur. Hər iki maddəmiz 2,5 moldur. 2,5 mol olduğuna görə hesablayırıq. Deməli, 2,5 mol metan qazından 2,5, 2,5 mol CH4-dən də 3-ə vuranda 7,5, bəli, 2,5, 7,5, 10 mol. 10 molun da kütləsi 440. Deməli, metan qazı 2,5-dir, 2,5, 16-ya vururuq. Üstə gələk, CH4-də butin, propin və yaxud da propadiyen 1 mol kütləsi 40-dır. 2,5-i vururuq 40-a. Toplayırıq 2,5, 16, 32, 40. Bunun kütləsi 40 eləyir. 2,5-i 40-a vuranda da 80, yarısı 40-ın yarısı 20, o da eləyir 100. 100 ilə 40-ın cəmi 140 qram. Bəli, C variantı.
47-də Eylerven diaqramı etil siklobutanla metil siklobutan. Bəli. Deməli etil siklobutan 6 karbon, metil siklobutan o da 5 karbon. Deməli siklobutan 4 karbon, bir tərəfində C2H5, metil siklobutan 4 karbon, bir tərəfində CH3. Aha. Deməli bir ədəd birli karbonu var. Bəli, C2H5-i biz açsaq zəncirini, C2H5-i. CH2, CH3. Bəli, birli karbon bir dənədir, bu ikili. Buradakı karbon üçlüdür, qalanları ikili karbonlardır, qapalı zəncirdə. Bəli, bu birlidir, buradakı karbon üçlüdür, bu karbonlar da ikili, ikili, ikilidir. Bir ədəd birli karbonu var. Deməli, A hər ikisinə aiddir. Hər ikisində bir ədəd birli karbon var. A. 15 sigma rabitə var. Deməli, sigma rabitələri tapmaq qaydası ən rahat yolu nədir? Yığcamlaşdırırıq. Etil siklobutan C6H12, metil siklobutan C5H10. Sigma rabitə hidrogenlərin hamısı və karbonların hamısı, çünki qapalı zəncirdə karbonla karbon təhqiqat rabitədir. Sikloalkanlar və sigma rabitədir. 18-15. Deməli 15-5 buna aiddir. Karbon atomlarının 60% ikilidir. İkili karbon 6 karbondan ikili karbon biri budur. Bir də 1, 2, 3. 6-dan deməli 4-ü 3-dən ikisi. Burada isə 2 karbonu çıxdıq. 3 karbon qaldı. 3 karbon ikilidir. Deməli 5-dən 3-ü 60%. Deməli C buna aiddir. Daha doğrusu C bu hissəyə aiddir. C. Bir ədəd üçlü karbon atomu var. Hər iki maddədə bir ədəd üçlü karbon atomu var. Əlbəttə, hər ikisinə aiddir. D. 24 hibrid karbon sayısı bıraq 4. Sikloalkanda bütün karbonların hibridləşməsi S böyükdür. 6 dəfə 4 24, 5 dəfə 4 20, 24 də buna aiddir. Yəni Y. Bəli. 1 deməli Y, 2 BC, 2 daha doğrusu BC, bəli. 3 də AD. Doğrudur, doğru yazılıb. X, Y, Z tarazlığında qabda cəmi 10 mol maddə var. 1 litrik qapalı qabda gedən reaksiyanın tarazlıq sabitinin qiymətini hesablayın. Bəli, başlanğıc qatlıqlar verilibdir. X, Y, Z demişdim, başlanğıc sərt tarazlıq. Deməli, X-in başlanğıcı 8-dir, Y-in başlanğıcı 6-0-dır. Deməli, sərfiyyatlar, əmsallar birin birədir, əmsalları qədərdir. Yəni, bu M mol sərf olub, bu da M mol, bu da M mol alınıbdır. 8 çıxaq M, 6 çıxaq M, bu da M. Bunların cəmi eləyir 10. Toplayaq, 8, 6, 14. Deməli, çıxaq M bərabərdir 10. Buradan da M bərabər 4-ə. Deməli, hər bir maddədən 4 mol sərf olub, 4 mol alınıbdır. M-lərin qiymətini yerinə qoyuruq. Deməli, X, Y alınır Z, başlanğıc sərt tarazlıq. 8, 6, 0. Deməli, 8-dən M 4-dür. 4 sərf olub, 4 qalıb. 6-dan deməli 4 sərf olub, 2 qalıbdır. Bu da 0, 4 alınıbdır, 4 qalıbdır. KT-nin düsturunu yazırıq. Z-in qatlığı bölünsün, X vuraq Y, o da bərabər. Z-in qatlığı 4-dür. X 4 vurulsun 2, deməli 2-də 1, 0,5. Bəli, burada qiymət 0,5-dir. Y variantı. Dəmir, gümüş, sink, hər 3 qabda 20% 200 qram 16%-lidir, yoxsa misli sulfat məhlulu olduğuna nəzərə misli sulfat məhlulu metal lövhələrin tam rəqs zamanı alınan misin kütlələri cəmini qramla hesablayın. 200 qram 16%-dir yəqin ki, o deyilir 32 qram. 32 qram miski sulfat var hər iki qabda. 32 qram, 32 qram, 32 qram miski sulfat var. Deməli, alınan misin kütləsini soruşur. Birincidə bəli, reaksiya gedir. Dəmirlə mis 2 sulfat, normalda 1 mol mis və dəmir 2 sulfat alınır. Deməli, 1 mol dəmir 56 reaksiya girir 160 qram miski sulfatla, alınır 64 qram. İndi burada 32-dirsə də miski sulfat. Deməli, 5 dəfə azalıbdır. 64-ü 5-ə böləndə 12,8. Burada alınan misin kütləsi 12,8.
Gümüşlə getmir, çünki gümüş çıxarda bilmirsə. Sink gedir, bəli. Sinklə deməli mis 2 sulfat yenə alınır. Mis üstəgələk sink sulfat. Deməli yenə 160 reaksiyaya girir. Alınır 64. Bəli, 32-də də olacaq 12,8. Bu da 12,8. Bu ikisinin cəmi 12,8, 12,8, 25,6 C variantı. Karbohidrogen alkendir. Alkende hidrogenlərin sayı 2n çıxaq gedir. Deməli, alkende normalda CXH2X yazaq. Alkenin sadə formulunu. Hidrogen sayısı 2x bərabərdir. 2n çıxaq 2. X də bərabərdir n çıxaq 1. Deməli, burada karbon sayısı n çıxaq 1'dir. Hidrogen sayısı 2n çıxaq 2'dir. Karbonların sayı çox sadə bərabərdir n çıxaq 1. Bəli, E variantı. Hansı reaksiyadan spirt alınır? Arenlərin homologunu oksidləşdirən zaman demişdik ki, radikalda neçə karbonlar olsun? Bir karbon özündə qalıb COOH olur. Buradan alınır benzoid turşusu. Kalsium karbid su ilə kalsium hidroksidlə C2H2 alınır. Bəli. Deməli, alkeni su ilə hidratlaşdıranda bəli, turş mühitdə alınırdı CH3, CH2OH metanol, C var, etanol. Deməli, etil xloridi, natrium OH spirtdə məhlulda xlorla H-ın biri gedirdi, qalırdı C2H4 etilin və su alınırdı. Metanla nitrat turşusu isə bu əlaqəsi yoxdur bunun. Yəni burada alınırdı deməli nitro birləşmə CH3 NO2 nitrometan. Cavab olur C variantı. Mis deməli nitrat turşusundan reaksiya daxillikdir. Mis 2 nitrat. Deməli mis 2 nitrat NO və su alınıbdır. Yəqin ki burada duru götürülübdür. Deməli mis 0-dan müsbət 2-yə, azot da müsbət 5-dən müsbət 2-yə. Deməli elektron keçidi misdə 2 elektron, azotda da 5-dən gəlibdir 2-yə 3 elektron çarpaz 3 2. Bura 3. Bura 2 yazırıq. 6 8 8 mol nitrat turşusu. 8, 4 mol hidrogen 4, 8 hidrogen, oksigen sayısı 24, 6, 18, 20, 24 bərabərdir. Oksidləşdirici mis 2 nitratda 1 mollu reduksiya olunduqda neçə qram su alınır? Oksidləşdirici 8 dən azotdan 2-si reduksiya olunubdur. 2 mollu reduksiya olunanda 4 mol su 4 vuraq 18 qram su alınırsa, 1 mollu yarısı 2 vuraq 18, 36. Bəli, doğrudur. HgSO4 məhlulunun kütləsi 49'da artıq miqdarda barium xlorid məhlulu reaksiyasına alınan çöküntünün kütləsi 23,3'dür. Başlanğıc məhlulda sulfat turşusunun kütlə payını hesablayın. Deməli, normal reaksiya barium xlorid üstəgələk sulfat turşusu alınır. Barium sulfat üstəgələk deməli H xlor. Normal reaksiya budur. Normalda alınan barium sulfatın kütləsi 233 qramdır. 1 mol sulfatda 98 qram reaksiya gedibdir. İndi 23,3 qram olubsa da 9,8 qram sulfat. 49 qram məhluldur. İçərisində 9,8 qram turşudur. Buraq 100. O da 5'də 1, 5'də 1. Yəqin ki elə eləyir. 5'də 1, 20%. 20% alınır. Deməli, məhlulun tərkibində 20% sulfat turşusu var. 49 qramın 20%-i 5'də 1'i sulfatdır. 9,8 qramı. C4H9NH C nədir burada? C3H7 olmalıdır yəqin ki. Yazaq buradan. C4H9NH C3H7. 5 ədəd metil qrupu olan amin üçün. Bunu elə yazın deyir, metil qrupların sayı 5'də olsun. Deməli, mümkün dərəcə metil qrupların sayısı daha çox olmalıdır. Mümkün dərəcə yazırıq NH. Bunu izopropil kimi yazsaq. 2 dənə metil buradadır. 4 karbonlunu da deməli mümkün dərəcə belə yazsaq. Üçlü butil. Bəli, C4H9 üçlü butil olacaq. C3H7 də olacaqdır, deməli, izopropil. Bəli, metil qrupların sayısı 1, 2, 3, 4, 5. Maddəmiz budur.
Adı izopropil üçlü butil amindir. Bəli, izopropil üçlü butil amin doğrudur. Molekulunda bir ədəd dörtlü karbonu var. Dörtlü karbon yoxdur, üçlü karbon var burada uzaqbaşı. Burada deməli bu üçlü karbondur, bu ikili karbondur. Azotla birləşmə yəni ona sayılmır. Molekulunda bir ədəd ikili karbon var. Molekulundakı ikili karbon, bir ədəd ikili karbon doğrudur. Molekulunda 2 ədəd üçlü karbon var. Üçlü karbon bir ədəddir, yanlışdır. Molekulunda metilen qrupu yoxdur. Bəli, burada metilen CH2 yoxdur. 1, 3, 5. 1, 3, 5. Bərabər mol nisbətində götürülən butadiyen 1,3 və stiroldan alınan birgə polimerin kütləsi 316 kiloqramdır. Bərabər mol nisbətində götürülən butadiyen C4H6X mol, bu da stirol maddəsi də X mol, deməli 316 kiloqramdır. 1 molu 54-dürsə də 54 vurulsun X üstə gələk 1 molu 104, 104 vurulsun X bərabər 316. Deməli, buradan da hesablayaq X-in qiymətini, yəni polimerləşmə dərəcəsini. Bu qramlandır, vuraq buradan 10 üstü 3 olsun, 1000 olsun. Deməli, 316.000 qram. 54, 104, deməli 158. 158 vurulsun X bərabərdir 316, vuraq 10 üstü 3. Burada böləndə 2000, X bərabərdir 2000. Deməli, hər bir götürülən maddə 2000 moldur. Bizə nəyi sorutur? Stirolun kütləsi. 1 mol stirol 104 qramdır. 1 molu 104-dürsə də 2000 molu M qramdır. 208.000, 208. M bərabərdir 208 kiloqram. 208 kiloqram istifadə olunubdur burada stirol. Etilen və asetilendən ibarət qaz qarışığının 12 molunun tam hidrogenləşməsinə 20 mol hidrogen. Normalda etilen alkendə 1 mola 1 mol hidrogen sərf olur. O da deməli X mola da X mol. Etilen X olsun, asetilen də Y olsun. Asetilen alkinlərə aiddir. 1 molu 2 mol hidrogenlə hidrogenləşir. 1 mola 2 mol, Y mola 2Y. 2Y ilə X-in cəmi deməli 20-dir. X plus 2Y bərabərdir 20. X plus Y bərabərdir 12. Sistem təni həll edirik. Y bərabərdir 8. Deməli, X də bərabərdir 4. İlkin qarışıqda neçə mol asetilen var? Bəli, asetilen Y-dir, o da 8 mol. Cavab olur, Y bərabərdir 8. Bəli, şagirdin doğru yazıbdır, 8. Keçdik növbəti sonuç sualları qalıbdır. Situasiyalar və 57. Molekulunda 12 polimer kovalent rabitəsi olan alkan. Alkanın sadə formulu CnH2n üstəgəl 2. Deməli 12 polimer kovalent, yəni hidrogenlərin sayı bərabərdir alkanlarda polimer kovalent rabitənin sayına 12, 2n bərabərdir 10, n də bərabərdir 5. 5 karbonlu C5H12 pentan. Sigma rabitənin sayı hidrogenlərin hamısı karbona bir vaydəzik. 12 plus 5 çıxaq 1, 4, 16. Deməli, sigma rabitənin sayısı 16C. Hibrid orbital karbon sayısı vuraq 4-dən sp3. Deməli, n sp3 qrupların sayı alkanlarda. N karbon vuraq 4. Karbon sayı vuraq 4. O da karbon sayısı 5 vuraq 4, 20. B. Qeyri-polimer kovalent rabitə karbonların arasındakı rabitədir. Karbonun sayından bir vayda əksik. O da D. Yəni 5 karbon var, bir vayda əksik 4. Bəli, cavab olur 1C, 2B, 3D. Belə keçək situasiya. Şagirdlərindən belə deyək, bəziləri deyir ki, yəni situasiya biraz qarışıq formada, daha çox həll tələb edən formadaydı. Deməli, gəlin baxaq görək indi həqiqətən də necədir. Düzdür, yəni çox yaxşı yazıbdır. Çox şagirdim. Sadəcə yəni bu məlumatı deyən də özü də yaxşı yazıb, yəni həll edibdir. Sadəcə indi baxaq görək situasiya nə forma düşdü. Mən də birinci səfərdə baxıram, yəni suallara əvvəlcədən baxmamışam. Xatırladım ki, bir də baxırıq suallara. Nə deyir burada? Gümüş bir nitratın doymamış məhbulları aşağıdakı sxemlər üzrə hazırlanıbdır. X qram B faizdir, birinci qab. İkinci qab X qram, 3X qram 20%dir. Sonra üçüncü qabda deyir ki, X qram B faizlidir. Nəsə əlavə olunubdur, 2x qram 30%dir, alınıbdır. Aha.
Deyir, birinci məhlula su əlavə etdikdə məhluldakı suyun kütləsi n dəfə artır. Məhlulda olan suyun kütləsi n dəfə artır. Baxın, birinci qabda nə var? Deməli, x qram B faizli məhluldur, bölək 100. X qram elə bir ki, obşu məhluldur. İçərisində x vurulsun B qədər, yəni y qədər hər hansı bir duzdur və x çıxaq y qədər də sudur, məsələn. Deyir, birinci qaba su əlavə verən zaman 3x qram 20%li gümüş nitrat məhlulu əmələ gəlibdir. Baxırıq ki, suyun miqdarını tapmaq üçün başlanğıc məhlulun kütləsi x-dir. Nəsə, əlbəttə ki, burada birinci məhlulu ancaq su əlavə olunubsa, deməli suyun kütləsi artacaq. Həll olan duzun kütləsi olduğu kimi qalır. 3x-in 20%-i duzdur. Deməli, 3x-in 20%-i duzdursa da, 5də biri 20%-i bölək 100, o da eləyir, deməli, 3x-in 5də biri 0,6x. Deməli, 0,6x elə həmin duzun kütləsidir ki, həmin duzun miqdarı dəyişilməyibdir. Onda x qramın 0,6x-i duzdur, 0,4x-i də burada deməli su. 0,4x sudur, 0,6x də duzdur. İndi burada su əlavə eləyən zaman 3x olubdur. Baxın, x-dən 3x-ə artırılıbdır. Deməli, burada 2x su əlavə olunubdur. Əlavə olunan suyun kütləsi 2x-dir. Qabdakı suyun miqdarı isə 0,4x-dir. Deməli, yekunda 0,4x su qabda var idi əvvəlcədən və burada suyun kütləsi isə yekunda 2x əlavə olunan 0,4x-də özündə olan, yəni 2,4x. Onda biz 2,4x-i bölürük 0,4x-ə eləyir 6. Deməli, n 6-dır. 6 dəfə artır. İkinci məhlul alınır. Bunu tapdıq. Birinci qabdakı tapaq məhlulun faizini 0,6x duzdur, 0,4x sudur, x də məhluldur. 0,6x bölünsün x vuraq 100, o da eləyir 60%. Deməli, B-nin qiyməti 60%dir. B 60% əmələ gəlib, özü 60%dir. Burada da 3x 20%dir. Bəli, bunu tapdıq. Yəni B-nin də qiyməti tapdıq, yazırıq. B bərabərdir 60%. Deməli, N-in də qiyməti buradan tapdıq 6 və bunlar hazırdır hələ ki. Sonra deyir, üçüncü məhlula su əlavə etdikdə məhluldakı suyun kütləsi m dəfə artır. Üçüncü məhlula da yenə uşaqlar su əlavə eləyən zaman eyni bir tendensiya baş verir. 2x-in 30%-i duzdur. 2x-in 30%-i neçə eləyir? Bölək 100. O da deməli hesablayaq. 6x bölünsün 0,6x. Deməli, yadda saxlayaq, məhlula su əlavə eləyəndə orada həll olan duzun kütləsi dəyişmir, suyun kütləsi dəyişir. Deməli, 0,6x duz var da burada. Onda x-in içərisində, x məhlulun içərisində 0,6x deməli duz varsa da eləyir vuraq 100, o da eləyir 60%. Yenə B-nin qiyməti 60% yerindədir. İndi burada x-in 0,6x-i duzdur, yenə bayaq kimi. 0,4x-i də sudur. 0,4x su olubdur və x məhlul olubdur 2x. Deməli, burada x qədər su əlavə olunubdur. X su əlavə olunubdur. Əlavə olunan suyun miqdarı x-dir. Deməli, yekundakı suyun miqdarı isə 0,4x var idi. Bu da oldu x qədər də su əlavə olundu. 1,4x. Deməli, başlanğıc qabda 0,4x qədər su var. Son qabda isə 1,4x qədər də su olubdur ən sonda. İndi bizə baxaq görək nə istəyir. 2x 30%dir. Bu da 3x 20%dir. Buradakı buradakı hesabı soruşur ki, su əlavə olunan sonra suyun miqdarı neçə dəfə artır. Deməli 1,4x yekunda burada olan suyun miqdarıdır. 2x-dən çıxın 0,6x-i. 0,6x bayaq demişdim duzdur. 1,4x də sudur. Deməli 1,4x yekun sudur. Qabdakı əvvəlki qabdakı, bu qabda, üçüncü qabdakı suyun miqdarı isə 0,4x-dir. 14 bölək 4.
14 bölək 4 neçə eləyir? Deməli 7 bölünsün 2 3,5. Düzdürmü? Deməli m-in qiyməti də 3,5-dir. M-in qiyməti 3,5-dir. Bunların hamısını tapdıq. Deyir, ikinci və dördüncü qabları, məhlulları qarışdırılan zaman A faizli gümüş bir nitrat məhlulu alınır. Gəlin baxaq. Qablar qarışdırılan zaman nə baş verir? M1 omega 1 M2 omega 2 bərabərdir M son omega son düsturu. Yerinə qoyaq, gəlin baxaq. Deməli, hansı qabları soruşur bizdən? Gəlin baxaq görək. İkinci və dördüncü qabları. İkinci qabda 3x 20%dir. 3x vuraq 20 üstə gələk. Bir də dördüncü qabda 2x vuraq 30. 2x vurulsun 30. Bölünsün məhlulların cəmi 3x üstə gələk 2x. M1 omega 1 M2 omega 2 bölünsün M son omega son. M son. M son da M1 plus M2. 3x-dən 2x-in cəmi. Bunu hesablasaq, deməli burada 5x-dir. Burada isə 60x üstə gələk. Deməli o da 60x. 120x bölünsün 5x-ə. 120 bölək 5. Deməli 20, 24. Düzdür? 24. 24%. Deməli A faizli. A-nın qiyməti də 24 alınır. Alınmış A faizli gümüş nitrat məhlulunun tərkibinə 0,3 mol natrium xlorid olan məhlul ilə reaksiya daxillikdə hər iki duz tam sərf olur. Hər iki duz. Deməli, normalda natrium xloridlə gümüş bir nitrat 1-in 1-ə sərf olur. Bu 0,3 deməli 3 mol natrium xlordursa da, bu da 0,3 mol gümüş bir nitratdır. Deməli, nə deyir bizdən indi? A-nın qiymətini hesablayın. A-nın qiymətini hesablayın. Deməli, A-nın qiyməti 24%dir. Məhlulda xlor və natrium iyonlarının mol sayının zamandan asılı olaraq dəyişmə qrafikini qurun. Deməli, burada nə baş verəcəkdir? Bildiyimiz kimi gümüş bir xlorid çöküntüsü alınır və natrium nitrat maddəsi əmələ gəlir. Baxaq qrafikə. Qrafikimiz belə olacaqdır. Deməli, qrafikdəki məsələ nədir? Zamanla maddələrin, iyonların mol miqdarı asılılığı, natriumun miqdarı 0,3 natrium iyonu, yenə burada 0,3, 0,3 mol çöküntü. Deməli, natrium iyonlarının miqdarı dəyişmir, 0,3 olduğu kimi qalır, çünki o çökmür. Deməli, nitrat iyonlarının miqdarı da 0,3 moldur, natrium və nitrat iyonlarının miqdarı 0,3 mol olduğu kimi qalır, dəyişmir. Gümüşün iyonu 0,3-dən düşür 0-a, gümüş iyonları və eyni zamanda xlor iyonlarının miqdarı da 0,3-dən düşür 0-a. Deməli, burada məntiq nədir? Yəni, qısa iyon təlində gümüşlə xlor çöküntü verir. Gümüş bir xlorid 0,3 mol. Deməli, 0,3 gümüşlə 0,3 mol xlor çökürəmsə. 0,3 mol natriumdan nitrat iyonları isə məhlulda olduğu kimi qalır. Belə, yəni cavab çıxdı, grafiki qurduq, 0,3 moldan eniş oldu. Yenə də bütün şagirdlərə uğur arzu edirəm, uğurlar olsun. İnşallah ki, bu ikinci cəhd düşərli olsun. İnanıram ki, yəni tələbə adı qazanan şagirdlərimiz yenə daha çox olacaqdır. İkinci cəhd, bu şans, ikinci şans onlara düşərli olacaqdır. Belə imtahanların izahları hər bir imtahan sonunda mümkün dərəcə çalışdığım qədər olacaqdır. İzləmədə qalın, videoları bəyənin, paylaşın ki, daha çox şagirdlərimiz videoya baxıb həllərlə tanış olsun. Çox sağ olun, gələn dərslərədək.